Bürclərə bu saç sənə yaraşmayıb desən, nə edər? Həyatım, bu saç sənə yaraşmır. Doğrudan? Çox pisdir. Belə necədir bax gör, hə? Həyatım, bu saç sənə yaraşmayıb. Eyb yox həyatım. Gəlin dəfə başqa bir çox eləyərəm də. Neyniyək day? Həyatım, bu saç sənə yaraşmayıb. Asal yeri get buradan. Sey köpəyin qızı, bu saç sənə yaraşmayıb. Yox bir, sən ki bombada güya. Həyatım, bu saç sənə yaraşmayıb. Bu gör kimdir ay Allah. Allah məni çəkin çalır ay Allah. Gör kimdir bunu. Həyatım, bu saç sənə yaraşmayıb. Mənə bir stəkan çay ver. Özünə çox danışma, eşitdin məni? Başım ağrıyır. Həyatım, bu saç sənə yaraşmayıb. Bax keç alıyacam bunu. Həyatım, bu saç sənə yaraşmayıb. Az yer get də buradan. Ağzımı açdırmadan mən. Bunu get o dədəvə dirəni. Keçəl olmağı qəbul eləmir. 65 yaşında başına parik qoyur kişinin oğlu. Boyun yerə soxum elə. Həyatım, bu saç sənə yaraşmayıb. Demək bəyənmədin, hə? Eyb yox. Çıx get buradan. Çıx get gözün görməsin də. Çıx get. Alo. Nə tərsən az qara kişmiş. Az arvadla bəhanə elədim, dalaşdım sərir. Sabah harda istəyirsənsə görüşək. Hə, yaxşı. Həyatım, bu saç sənə yaraşmayıb. Az saç mənim saçımdır, özüm bilərəm. İstəyirəm belə eləyərəm, istəyirəm uzadaram. Başqa bilsən nə var? Bundan sonra saçımı yaşıl rəng eləyəcəm. Yox, qurtardı getdi. Həyatım, bu saç sənə yaraşmayıb. Bax, mənə nə deyirsən de. Mənə nə deyirsən de, amma saçlar mən əsla. Buna izin vermərəm. Başa düşdün məni? Saçlar mən izin vermərəm. Nəsə deyəsən? Olsun da tökülür. Həyatım, bu saç sənə yaraşmır. Mən maaş alan kimi quzu balası kimi yanıma gəlib deyəcəksən, həyatım pul ver də gedim parikmağıra. Həyatım pul ver də gedim dırnaqlarımı düzəldim. Narahat olma. Onu da deyəcəm sənə. Səbirli ol. Həyatım, bu saç sənə yaraşmır. Başa düşmənim, sən başqa kişilərin saçını harda görmüsən? Deyirsən ki, bu saç sənə yaraşmır, hə? Bu nə deməkdir bu? Açıqlama ver görüm, bu saç mənə yaraşmır. O nə deməkdir?